Müxtəlif cür qolbaqlar, bir-birindən fərqli bəzək əşyaları. Qulağa qəribə səslənsə də, bütün bunlar insan qanından və saç tüklərindən hazırlanır. Sosial şəbəkələrdə bu cür bəzək əşyalarının satışını həyata keçirən səhifələrə rast gəlmək mümkündür. Yazılan şərhlərə diqqət etdikdə vətəndaşlar tərəfindən olan marağı da açıq-aşkar görmək mümkündür. Nəzərə alsaq ki, bədəndən qanın götürülməsi prosesi tibbi, gigiyenik cəhətdən riskli məsələdir. O zaman adi dükan şəraitində bu əşyalar necə hazırlanır? Suallarımıza cavab tapa bilmək üçün öncə qan və saç tellərindən hədiyyəlik əşyalar hazırlayan şəxslərdən biri ilə əlaqə saxladıq. Saç qan olanlar 55 manatdan 40 manata düşür, qablaşmasından bir yerdə. Bəs qanı necə gətiririk? Siz çəkirsiniz? Yox, siz çəkilib gətirirsiniz. Mən özüm qan çəkə bilmirəm deyə soruşuram ki, sizdə çəkmək olurmu? Apteklərdə çəkdirə bilər. Çünki müştərilər məndən soruşur, mən aptek məsləhət görürəm, o sizdə falan çəkdirirlər. Nə qədər qram lazımdır qan? 3 qram kifayətdir. Bir də qanı təmiz qandan istifadə edirsiniz, yoxsa özünüz nəsə maddə qatıb dəyişirsiniz? Zaten o maddə ilə hazırlanır da, yəni biz onu dəyişmək məcburiyyətindəyik, şey qatılır onun içinə, epoksid qatılır. Qatılaşdırmaq üçün. Qırılma ehtimalı necədir? Daşın möhkəm? Qırılma ehtimalı yox. Paytaxtda yerləşən apteklərdən birinin rəhbəri Qalib Məmmədov deyir ki, burada qan götürülməsinə icazələri yoxdur. Bunun üçün laborator şərait olmalıdır. Aptek şöbəsində kiməsə iynə vurmaq, sistem köçürtmək, o cümlədən kimdənsə qan almaq, kiməsə qan vurmaq, bu halların heç biri ola bilməz. Çünki bu dövlət qanununa görə yasaqdır. Yəni, dövlət qanunu icazə vermir ki, əczaçılıq müəssisələrində kiməsə tibbi müdaxilə olunsun. Yalnız tibbi yardımdan başqa. Tibbi ekspert Zakir Quliyev isə bildirir ki, tibb müəssisəsi daha dəqiqi laborator şəraiti olmadan qan götürməyə qətiyyən olmaz. Onun sözlərinə görə bu zaman edilən ən kiçik gigiyenik səhv belə qana infeksiyanın keçməsinə və ciddi problemlərin yaranmasına səbəb ola bilər. Birinci növbədə infeksiya riski çox yüksəkdir. Bildiyimiz kimi, hal-hazırda bir çox infeksiyon xəstəlik qan vasitəsilə insana keçir. Bəzən ola bilər ki, xəstədə qan götürərkən və yaxud da vətəndaşdan qan götürərkən onun miqdarının həddindən artıq çox olması qanaxma proseduru baş verə bilər ki, xüsusən əgər bir insanda trombosipeniya varsa və yaxud xəstə qan durğulaşdırıcı qəbul edirsə və yaxud vaxtalama problemi varsa bu insanlarda, bu insanlar hətta qanama riski də çox yüksəkdir. Ona görə dediyimiz kimi, yəni bunun ev şəraitində götürülməsi və yaxud da hər hansısa bir qeyri-tibb işçilərin götürülməsi bir mənalı yol verilməzdir. 3-4 qram götürmə məqsədi ilə götürdüyümüzdə ciddi qanamalarda baş verə bilər xəstələrdə. Həkim bildirir ki, 3-4 qram qan yalnız vena damarlarından götürülür. Hətta bəzən həkimlər üçün də damarı tapmaqda çətinlik yarana bilər. Qan götürmək üçün mütləq şəkildə bu venadan götürülməlidir. Qan damarın daxilinə axan qanı götürmək lazımdır və bu da dediyimiz kimi hər kəs rahat şəkildə venadan qan götürməsi o mümkün deyil. Ona görə də venadan qan götürüləcəksə mütləq və mütləq şəkildə tibb işçisi tərəfindən, lisenziyası olmuş tibb işçisi tərəfindən bunun olması mütləqdir. Dəri altına qanın yığılması, hematom kimi problemlər ortaya çıxa bilər. Bəzən hətta bu ola bilər ki, biz normaldan qan götürürkən venadan götürürük. Arteriyadan qan götürürlərsə, bu zaman isə bildiyiniz kimi arteriya daha sürətli və təzyiqlə qan axan bir damardır. Arteriya düşürlərsə də bu zaman isə daha ciddi qanaxmalar gətirib çıxarda bilər. Ekspert bildirir ki, qan yalnız xəstəxana şəraitində və lisenziyalı tibb işçisi tərəfindən götürülməlidir. Əgər şəxs özü ev şəraitində bu prosesi icra edirsə, bu zaman ona hər hansı nəzarətin edilməsi də imkansız olur. Bir sözlə, hər bir vətəndaş sağlamlığı üçün təhlükə yaradan bu cür təkliflərdən uzaq durmağa çalışmalıdır. Aylin Rəsulzadə, Səbuhi Mustafayev, Kəmal Əli Muradova, Xəbər Ertəsi.